Salam əziz tələbələr, hər vaxtınız xeyir. Yenə bir izahla qarşınızdayıq. Bu videoda dimin model tipli suallarının izahını görmüş olacaqsınız. İlk sualımız anagram sualdır. Biraz çətin sözlər vardı. Bir neçə çətin idi, amma ümumilikdə o qədər ağır bir sual deyildi. Deməli, A variantda terapevt yazılıb. Terapevt. Daha sonra B-də müəllim yazılıb. Müəllim. Daha sonra C-də saxlayaq C-ni, bir dən digərlərinə baxaq. Logoped yazılıb və ya hepatolog yazılıb. D variantında baxaq görə hepatolog alınırmı? H-E-P-A-T. Hepatolog alınır, bəli. Hepatolog. Daha sonra Y-də tələbə yazılmışdı. Tələbə. Əslində variant çıxıb artıq ki, tələbə, baxın, hər bir ixtisasdır. Terapevtdir, müəllimdir, hepatologdur. Yəni, ixtisas peşədir, tələbə bir ixtisas peşə deyil. Və ya bunların hər biri öyrənib bitirib prosesi. Terapevt, müəllim, hepatolog bitirməyib. Bir dənə baxaq C variantında nə yazılıb. C-də dəstində nə yazılıb? Topoqraf yazılıb. Topoqraf alınır. Baxın, hər biri sanki bitirib təhsil müddətini. Hal-hazırda bir ixtisas peşədir. Yeganə tələbə təhsil müddətini bitirməyib deyə fərqli variant olacaq. İkinci sual. Fərqli variant tapmalıyıq yenə. Baxın, radio səs yaradır sanki. Generator elektrik enerjisi yaradır. Lampa işıq yaradır. Stenoqrafçı yazını yaradır. Yəni yazı yazır, belə deyək. Rəqqas, amma rəqqas musiqini yaratmır. Deməli, fərqli variant nədir? A variantıdır. Hər birində sol tərəf sağ tərəfi yaradır və yaranmasına səbəb olur. Amma A variantı belə deyil. Üçüncü sualda yazılıb ki, bir adamın bəyəndiyi 3 əşyadan ikisini ikinci adam, birini üçüncü adam bəyənib. Bu olsun birinci adam. Birinci adamın bəyəndiyi əşyalar olsun A, B, C. Deməli, davamında yazıb ki, bu 3 əşyadan ikisini ikinci adam bəyənib. Bu da olsun ikinci adam. Deməli, ikinci adam tutaq ki, ehtimalları var. A ilə B-ni bəyənir. Bu zaman birini üçüncü adam bəyənirsə, üçüncü adamın bəyəndiyi hansıdır? C-dir. Üçüncü adamın bəyəndiyini fərqli bir rənginə yazacağım. Bu olsun üçüncü adamın bəyəndiyi. Başqa hansı ehtimal ola bilərdi? Ola bilərdi ki, B ilə C-ni bəyənib ikinci adam. Bu zaman üçüncü adam bəyənəcək nəyi? A-nı. Ola da bilsin, başqa bir ehtimalda ikinci adam A ilə C-ni bəyənib. Bu halda üçüncü adam da B-ni bəyənmiş olacaq. Bu şəkildə ehtimallarım var. İndi gəlin baxaq. Deyək ki, mətndəki məlumatlara görə hansı nəticələrə gəlmək olar? İkinci və üçüncü adamların bəyəndikləri fərqlidir. Gəlib baxıram. Əgər ikinci adam A-B bəyənirsə, üçüncü adam C bəyənir. Fərqlidir. İkinci adam B ilə C-ni bəyənirsə, birinci adam və üçüncü adam A-nı bəyənir. Fərqlidir. Əgər ikinci adam A ilə C-ni bəyənirsə, üçüncü adam B-ni bəyənəcək. Deməli, fərqlidir həqiqətən. Bu halda ikinci və üçüncünün bəyəndikləri eyni ola bilməz. Mütləq fərqli olmalıdır. O halda bir doğrudur. İkinci cümlədə yazıb ki, üçüncü adamın bəyəndiyini ikinci adam bəyənməyib. Bəli, üçüncü adamın bəyəndiyi C-dir, ikinci adamın bəyəndiyi A-B-dir. Üçüncü adamın bəyəndiyi A-dır, ikinci adamın bəyəndiyi B-C-dir. Üçüncü adamın bəyəndiyi B-dir, ikinci adamın bəyəndiyi A və C-dir. Eyni deyirlər. Əslində 1 və 2 eyni cümlələrdir. Sonra üçüncü cümlədə yazıb ki, ikinci və üçüncü adamların bəyəndikləri eyni ola bilər. Xeyli ola bilməz dedik, 3'ü sildik. 4'də yazıb ki, birinci adamın bəyəndiyini ikinci adam da bəyənib. Birinci adamın bəyəndiyini ikinci adam da bəyənib. Bəli, bu doğru olacaq. Çünki birinci adam ABC üçünü bəyənir. İstənilən halda ikinci adam bundan 2 dənəsini bəyənmiş olur. Hamısını bəyənməyib deyə hər iki saxlayaq, tam seçməyə keçək 5'ə. Davamında yazıb ki, üçüncü adamın bəyəndiyini birinci adam da bəyənib. Üçüncü adamın bəyəndiyi hansıdır? Məsələn, B-dir, elə deyil. Tutaq ki, və ya A və ya C-dir. Hər birini birinci adam onsuz da bəyənib. Hansı ehtimala baxsam, həqiqətən üçüncü adamın bəyəndiyini birinci adam bəyənmiş olacaq. Deməli, 1, 2, 5 doğru cavab variantı olacaq. Bir dənə B. Bəs 4'ü niyə götürməyəcək? 4'də yazıb ki, birinci adamın bəyəndiyini ikinci adam da bəyənib. Amma ola bilsin ki, birinci adam ancaq C-ni bəyənir. Amma ikinci adam C-ni bəyənməyib, bax, üçüncü adam C-ni bəyənib bəlkə də. Müəyyən bir ehtimalda. Deməli, birinci adamın bəyəndiyinin hamısını ikinci adam bəyənmədiyi üçün 4'ü tam doğru olaraq götürməyəcək, çünki bəyənməyə bilər. Məsələn, birinci adam C əşyasını bəyənir, ikinci adam bəyənmir. İkinci adam A ilə B-ni bəyənir ancaq. Bu halda deməli 4 hər zaman doğru deyil deyə 4'ü hər zaman doğru kimi götürə bilməyəcəyim üçün indi seçmirik. 6'da yazılmışdı ki, üçüncü adamın bəyəndiyini ikinci adam da bəyənə bilər. Xeyr, üçüncü adam C-ni bəyənəndə ikinci adam A və B-ni bəyənmişdi. Yəni ayrı-ayrı idi. Və ya bu A-nı bəyəndə digər B və C-ni bəyənmişdi, ayrı-ayrı idi. O halda biz götürə bilməzdik 6'nı. 4-cü sual. Baxın, ağız hissəsi düzbucaqlıdır, rombdur, qum saatına bənzər fiqurdur. Qum saatidir, düzbucaqlıdır. İndi əski olan nədir? Rombdur.
A hissəsi romb formalı bir fiqur olmalıdır. Yəni bu vəziyyətdə olmalıdır. B-ni silirəm, D-ni silirəm. 3 dənə variant qaldı. İndi gəlin baxaq gözlərinə. Gözləri mərkəzdədir, gözləri sağ tərəfdədir, gözləri sol tərəfdədir. İndi baxın hər bir sətirdə indi gözlər sağ tərəfdə, sol tərəfdə, mərkəzdə. Gözlər sol tərəfdədir, ortadadır. İndi harda olacaq? Sağ tərəfdə olacaq. Gözlər sağ tərəfdə olmayan A variantını sildim. Qaldı S ilə Y. İndi baxaq baş hissəsinə. Baxın, V hərfi, böyük V hərfi, baxın, belə bir C hərfi, kiçik V hərfi, belə deyək. İndi baxın, burada əski olan hansıdır? C hərfidir, böyük V hərfidir. Kiçik olan kiçik V hərfi yoxdur. Baxın, belə bir figurum yoxdur. Deməli, C variantı yanlışdır, çox böyükdür. Mənə kiçik olan lazım idi. O da Y variantına verib, deməli, 4-cü sualda doğru cavab oldu Y. Keçirik 5-ci suala. Yazıb ki, fərqli variantı müəyyən edin. Deməli, burada fərqli variantımız olacaq ikinci şəkil, yəni B variantı. Çünki, baxın, dairə verilib, içərisində dairə verilib. Məsələn, baxın, belə bir figur var, böyük figur, eyni figurun kiçik verilib içərisində. Aypara verilib, içərisində ayparadır. Baxın, burada 4 tərəfli belə bir figurumuz var, tam tərəf də deyə bilmirik buna. Eyni figurun kiçik versiyası verilib içərisində. Amma buradakı bu figurla, bu figur eyni figur deyil. Əgər bunu biraz necə çəksəm eyni figur olardı? Tutaq ki, baxın, belə çəksəm eyni olardı. Bu vəziyyətdə çəkmiş olsaydım eyni olardı. Amma mən baxıram ki, bu xətt tam bitişikdir bura. Amma məndə baxın, buradakı bu xəttin bura tam bitişik deyil. Burada belə düz xətlərim var. Məndə isə burada bu düz xətlər verilməyib. Deməli, 2 mütləq fərqli variantdır. Keçirik 6-cı suala. Doğru açılışı tapmalıyıq. Dedik ki, bu tip suallarda birinci sonuncu kəsiyi tapırıq ki, bu sonuncu kəsik kağızın hansı hissəsindədir? Baxın, sol yuxarıda burada sonuncu belə bir kəsik yapardım. Bu hissəyə düşür. Kəsiyim hardadır? Fərqli bir rənglə göstərəcəm. Baxın, tam bura gələcək, biraz meyilli yuxarı gedəcək, sonra meyilli aşağı düşəcək. Mən biraz səliqəsiz çəkmiş ola bilərəm, siz buna çox fikir vermirsiniz. Belə bir kəsik var. İndi mən bu kəsiyi əvvəlcə bu qat boyunca açsam, burada belə bir simmetri olmalıdır. Yəni, belə bir vəziyyət olmalıdır. Variantların hamısına baxanda görürəm ki, burada simmetri hamısında var. Hər ki bir problem yoxdur. Daha sonra baxın, bu xət boyunca bir simmetri olmalıdır. Yəni, burada belə bir simmetriyam olmalıdır və simmetriya var. Yenə simmetriya var. Yenə hər birində simmetriya var. Bir problemimiz yoxdur. Növbəti. Mənim, baxın, bu qat boyunca güc əksim olmalıdır. Gəlin, baxaq. Hansı qat boyuncadır? Tam burada belə bir güc əksi olmalıdır. Amma baxıram ki, mənim burada belə bir kəsiyim var, amma burada belə bir kəsik yoxdur. Yəni, bu bir kəsikdir, elə deyil. Bu gəlib hara düşməli idi? Bura düşməlidir. B-də düşməyib yanlışdır. Daha sonra, baxın, deməli, buradakı fiqur əslində necə olmalıdır? Belə bir fiqurda elə deyil. Burada belə bir kəsik olmalıdır. Yəni, bu vəziyyətdə gəlib mən baxmış olsam kəsiyə, buradakı kəsik gəlib, baxın, bu hissəyə düşəcək. Yuxarısı gəlib, nisbətən yuxarısına düşəcək. Amma burada aşağı hissələrdə kəsilib. Yəni, bu hissə kəsilməli deyildi. Onsuz da mənim burada belə bir boşluğum var. Yəni, burada belə bir vəziyyət alınmalıdır. İndi baxın, buradakı kəsiyə. Mənim bu kəsiyimlə, buradakı üçbucaq kəsiyimlə, burada alınan kəsik yeni kəsik deyil. Tamamilə fərqli fiqurdur. Burada oxa bənzər bir fiqur alınıb. A variantı yanlışdır. Daha sonra, demək olar ki, eyni vəziyyətdir Y variantında. Baxın, bu hissədə yanlışdır. Bizdə burada belə bir kvadrat hissəsi olmalıdır. Baxın, bu hissə. Bu boşluğu görürsünüz, bu hissəm olmalıdır məndə. Kəsik isə də bu hissələrdə aparılmalıdır. Deməli, məndə yeganə C variantda, baxın, burada belə bir hissəm var. Heç məndə burada da yoxdur bu hissəm. Yəni, mənim bu hissəm sabit qalmalıydı. Baxın, sabit qalmadıqda burada yenə oxa bənzər bir fiqur alınır, amma burada üçbucaqdır. Yenə baxın, burada oxa bənzər bir fiqurdur, amma burada necədir? Üçbucaqdır. Deməli, D-ni də silən kimi yeganə C variantı doğru cavab kimi qalmış olurdu. C variantını həqiqətən simmetriyə yoxlamış olsaq, baxın, bu üçbucaq simmetrik olaraq keçib bura. Eynən burada yoxlasaq, baxın, bu üçbucaq simmetrik olaraq keçib bura. Tam simmetriya var. Amma digərlərini simmetriyə yoxlamaq belə çətin idi. Yəni, yoxlamaq mümkün olmurdu. Ona görə çətin gəlirdi. Əgər simmetriya yoxlamaq sizə çətin gəlirsə, böyük ehtimal orada problem var. Ona diqqət yetirin. 7-ci sual biraz fərqli bir sual idi. Yazılıb ki, şəffaf kubun üzərində şəkildəki kimi qalın xətt çəkilib. Kuba baxanda hansı variantdakı vəziyyəti görmək mümkün deyil. Baxın, mən ən rahat bunu görürəm məsələn. Haradadır? Baxın, buradadır. Qırmızı ilə çəkəcəm. Bunu gördüm, buradadır. Daha sonra B getdim. Baxın, mən Z-ləri görürəm və ya N hərfləri. Hər ikisini görürəm. Harada görürəm? Diqqətli baxmış olsaq, baxın, buradadır. Gördünüz, Z və ya N kimi ona baxa bilərəm. D ilə Y getdim. Mən C-ni də görə bilirəm. Necə? Baxın, belə bir X vəziyyəti var. Bunu necə yaradıram? Baxın, biri buradadır. Mən arxa tərəfdə burada olanı şəffaf olduğu üçün öndən baxanda görəcəm axı.
Gəlib düşəcək bura sanki. Gördünüz, burada bir x yarandı. Yuxarısı var onsuzda. Eyni zamanda aşağıdakı bu hissəni görürsünüz, şəffaf olduğu üçün buradan görünəcək. Deməli, sağ tərəfdə belə bir x alınacaq. C variantda yaratmaq mümkündür. Deməli, yaratmaq mümkün olmayan variant A variantıdır. 8-ci sualımız karandaş məsələlərlə bağlı bir sual tipidir. Çox dərinə düşməyəcəm bu sualda. Maksimum şəkildə üstdən də keçməyə çalışacağım. Çünki YouTube kanalımızda karandaş məsələlərlə bağlı çox geniş bir izah videosu var. Həmçinin bu sualın özünün də orada izahı verilib. Ona görə keçib o videoya baxmalısınız. Heç bunun ümumiyyətlə burada indi izahını deməyəcəm. Həmin videonun izahını, yəni YouTube linkini də burada yuxarıda bir bildirim işarəsi düşəcək. Yuxarı hissələrdə həmin hissədən keçid edərək baxa biləcəksiniz həmin karandaş məsələlərlə bağlı izah videosuna. Ona geniş baxasınız deyə bu sualın izahını verməyəcəm. Həmin sualı siz özünüz oradan izləməli olacaqsınız. Bu biraz sanki hərflərin yeri oynayıb. Vurma prosesidir məlum məsələ. İndi biz buradan verilmiş hərfləri tapdıqdan sonra bu ifadənin qiymətini müəyyən etməyə çalışacağıq. Deməli, burada bir neçə ipucumuz var. Baxın, ipucularımızdan biri budur. Mən P-nin üstə P gəlib yeni P almışam. Burada P onsuz da 0 ola bilməyəcək heç bir halda. Nəyə görə 0 ola bilməyəcək? Hər dəfə buradan K plus Z. Baxın, 0 verməyəcək təbii ki. Yəni bir ədəd verib buradan məsələn 10 alıb tutaq ki. 1 yadda qalıb. Bu 1 yadda ilə bunlar 0 olsa belə bu 1-ə çevirirlər. Deməli bu 0 deyil. Başqa hansı qiymət ala bilərlər? Yeganə ala bilərlər 9-u. İndi qələmimizi biraz kiçildəcəm. Çünki böyütmüşəm ekranı. Biraz çox iri görsənə bilər. İndi P-nin qiyməti ancaq 9 ola bilər. Çünki 9 plus 9 18. Axı buradan 1 yadda qalacaq. 10 alınacaq. 0 yazacaq 1 yadda qalacaq. Tutaq ki, ona görə bura 0-dır. Deməli P-nin qiyməti 9-dur. Buraya yazıram 9-u. Daha sonra hansına baxa bilərik? Növbəti. Baxın, bir də görürəm ki, S-i F-ə vuranda aldığım ədəd hardadır? Baxın, burada bir yerdədir, elə deyil. Bu hissədədir. Yəni 29-larda bir ədəd olur. İndi mən düşünəcəm ki, hansı ədədlərin hasili 20-lərdədir. Məsələn, 3 vurulsun 9, 27-ni verir, amma mən onsuz 9 istifadə etmişəm. Deməli, bu deyil. 2-yə vurmaqla gedə bilmərəm. 5-i vursam 6-ya 30-u keçirəm artıq. 5-i 5-ə vura bilmərəm, eyni rəqəmlərdir. 5-i 4-ə vursam 20-dir, bu da deyil. Deməli, məndə bu 5 ola bilməz. Bu nə olacaq böyük ehtimal? Bu olacaq 4. Çünki 4-ü nəyəsə vursam 20 neçəyə gitməyəm daha rahatdır. 4 dəfə 6 24, 4 dəfə 7 28. Deməli elə bu F-in də 7 olması daha məqsədə uyğun görsənir ki, 4 dəfə 7 28 olsun. Bir yadda qalsın bu 29-a çevrilsin. Amma təbii ki 8 ilə yoxlaya bilərik. Sadəcə ilkin halda 29-a daha yaxın olan 7-yə vurmaqla alınır deyə F-ə 7 verək. İndi mən burada S-ə 4 verdim. Tutaq ki F-ə neçə verdim? 7 verdim. İndi S 4-sə burada da 4-dür. Burada da 4-dür. 4-ü nəyə vursam son 4 ilə bitər? 6-ya. 4 dəfə 6 mənə verir 24-dür. Deməli, eyni qiymət nədir? 6-dır. Eyni 6 tapdıq. Buraya yazırıq 6-nı. Bir dənə qaldı Z ilə K. İndi gəlin davamına baxaq. Biz Z-də neçə tapmışıq? 4 tapmışıq. 4 dəfə 6 24. 4 yazaq 2 yadda. 4 dəfə 4 16. 2 də yadda idi. 18. 8 yazaq 1 yadda. 4 dəfə 7 28. 1 də 29. Həqiqətən ödədi. Deməli, doğru məntiqlə irəliləmişik bu hissədə. Bir dənə qaldı bizdə nəyin qiymətini tapmaq? Z-in qiymətini tapmaq. Baxın, mən Z-i 6-ya vurub nə almışam? Z-in özünü almışam. Burada deməli, düşünəcək ki, Z-in qiyməti nə ola bilər? K-nın da qiymətini tapmışam, yaddan çıxmamış yazdım bir yeri. K da 8-dir. K-nı da yazdıq bura. İndi baxın, Z vurulsun 6 bizə verib Z-i. Z də burada neçə olacaq? 8 olacaq ki, mən 8 dəfə aldı 48 alım. 4 olmaz, çünki 4-ü istifadə etmişəm, S-ə vermişəm artıq. 6 olmaz. Həm N-in qiyməti, həm də Z-in qiyməti 6 olub. Deməli, Z də 8-dir. Əla, bitdi. 8 dəfə 6 48, 8 yazaq 4 yadda, 8 dəfə 4 32, 4 yadda. Aha, baxaq görək ödəməyəcək deyəsən bu hissə. Bir daha baxaq. 8 dəfə 6 48, 8 yazaq 4 yadda. 32 36 olardı, 8 deyil. Deməli, başqa bir ədəd yoxlamalıyıq. Axı 2 də ola bilər bu. 2-ni heç düşünmürük. 2 dəfə 6 12 də ola bilər bu şəkildə. Deməli, Z-in qiyməti 2 olsa 2 dəfə 6 12 2 yazaq 1 yadda. 2 dəfə 4 8 1 yadda 9 2 dəfə 7 14. Bəli, ödədi. Z-in qiyməti deməli 2-dir. Burada yazdım ki, mən onsuz 8-i K-ya vermişəm. Bir daha bura verə bilməzdim. Mesela onu da diqqət yetirməmişəm. 17 19 19 çıxılsın 8 plus 9 17 17 bizə neçəni verəcək? 2-ni vermiş olacaq. Deməli, cavabımız olacaq C variantı və keçəcək növbəti sualımıza. Baxırıq indi 10-cu sualımıza. 10-cu sualda yazıb ki, 1-ci və 2-ci ardıcıllıq arasındakı qanuna uyğunluğa əsasən 3-cü ardıcıllıqla bağlı olan 4-cü ardıcılığı tapın. Baxın. 4-ün kvadratı 16, 2-nin kubu 8, 3-ün kvadratı 9, 1-in kubu 1. Eyni qayda. Gördünüz, eyni qayda qanunuqdur. 1 və 2 də eyni qaydalardır. İndi 3-ün kubu 27-dir, 3-ün kvadratı 9-dur.
Yəni bunun kvadratı bunun kubuna baxacağıq. Baxın aralarındakı fərqə baxsaq. 2 vahid fərqlənir, 2 vahid fərqlənir. 0 vahid fərqlənir, 0 vahid fərqlənməlidir. Deməli, bu 2 dənə xanadakı ədədlər ikinci və üçüncü xanadakı ədədlər eyni olmalıdır. 1 və 3 eyni deyil. 0 və 2 eyni deyil. 16 və 2 eyni deyil. 2 və 16 eyni deyil. Nə qaldı B variantı? Baxın aralarındakı fərq 0-dır. 4-ün kubu 64-dür, 4-ün kubu 16-dır. Tamamilə doğrudur. Keçirik 11-ci sualımıza. 11-ci suala baxın. 5 plus 0 5, 5 plus 1 6, 5 plus 2 7. Elə buradan başlayaq. 1 plus 0 1, 2 plus 0 2, 2 plus 1 3, 3 plus 1 4, 5 6 7 nə qədər? 8 gələr. Rəqəmlər cəmi 8 olanda yeganə C variantıda 6 plus 2 bizə 8-i vermiş olacaq. Növbəti baxırıq 12-ci suala. Yenə oxşar bir sualdır. Baxın 4 plus 5 rəqəmlər cəmi neçədir? 9-dur. 2 plus 7 9-dur. 6 plus 3 9-dur. 3 plus 6 9-dur. Yenə 9, 9, 9. Rəqəmlər cəmi 9 olan yeganə variantımda hansıdır? C variantı 72-dir. Daha sonra hətta burada nəyi görə bilərdik? Baxın, belə bir qayda qanun da demək olar. Eyni şey gələcək əslində. 63 36 tərsi, 45 54 tərsi, 81 18 tərsi, bir də 27-nin tərsinə qalmışdı. 72 qalmışdı. Yazmadığımız cavab variantda 72 verilmişdi. Amma təbii ki, başqa cavab da ola bilərdi. Bu şəkildə düşünə bilərdiniz, başqa cürdə düşünə bilərdiniz. Cavab oldu C. 13-cü sual. Nümunə verilib, verilmiş nümunəyə əsaslanaraq doğru cavab variantını tapmalıyam. Baxın, deməli nə edir bu? Bu işarəm toplayır, bu işarəm çıxır. 9-dan 2 çıxsam 7, 5-in üstü 2 gəlsəm 7. Eyni qaydadır. Məndə bu işarə çıxır. Bu zaman nə alınacaq? 9-dan 2 çıxsam 7. 7-dən 1 çıxsam 6, 6-dan 3 çıxsam 3 qalmış olur. 9 çıxılsın 2, çıxılsın 1, çıxılsın 3. 9-dan 2 çıxanda 7, 7-dən 1 çıxanda 6, 6-dan 3 çıxanda 3. Cavab alınmalıdır 3. Baxın, bu toplayırdı. 2 plus 3 5, A deyil. 3 çıxılsın ki, bu işarə çıxırdı 1, deyil. 9-dan 1 çıxsam 8, deyil. 9-dan 3 çıxsam 6, bu da deyil. Baxın, 2-nin üstə 1 gəlsəm 3. Budur deməli doğru cavabım. Baxın, məndə bu işarə toplayırdı. Burada göstərəcəm elə birbaşa. Bu işarə toplayır, bu işarə isə çıxırdı. Bunlara diqqət yetirmək lazım idi. 14-cü suala baxırıq. 14-cü sualımız biraz vaxt aparan olacaq. Deməli, yazıb ki, şah hər dəfə şahmat taxtası üzərində ya şaqili, ya üfüqi, ya da diaqonal üzrə bir gediş edərək onu qonşu xanaya keçirir. Və hər xanada yalnız bir dəfə olmaqla bütün xanaları gəzir. Bəzi xanalara şahın həmin xanaya neçənci gedişdə daxil olduğu yazılıb. Biz hərflərə uyğun rəqəmləri tapdıqdan sonra necə yazmalıyıq? Artma ardıcılıqla yazmalıyıq. A-nın B-nin C-nin D-nin qiymətini tapıb, artma ardıcılığa düzültdükdən sonra kodları müvafiq kodlaşdırmalıyıq. Deməli, necə olacaq buradakı ardıcılığımız? Baxın, ya şaqili gedə bilərəm, ya üfüqi, ya məsələn diaqonal, hamısı olar. Əsas odur ki, 64 xana var, mən 64-ünü də görüm. Bütün xanalara toxunum və ardıcıl şəkildə toxunum. Məsələn, 1-dən 5-ə gəlim, 5-dən 8-ə gələm bu qaydada. Elə 5-dən 8-dən birbaşa görmək olur. Baxın, 5, 6, 7, 8 diaqonal gedə bilərəm. Daha sonra, indi 1-dən 5-ə necə gələ bilərik? Baxın, 1-dən 5-ə gəlmək üçün belə edə bilərəm. 1, 2, 3, 4, diaqonal düşərəm 5. Ola bilər və ya 1, 2, 3, 4, çarpaz gedərəm 5. Bu da ola bilər. Hansını etməyim daha məqsədlidir? Təbii ki, bu daha məqsədlidir. Çünki mən burada 4 yazsam, yəni bu istiqamətdə hərəkət etsəm, 35-in yanı bağlı olacaq. 32-dən 35-ə gəlməyim daha çətin olacaq. 35-dən 38-ə keçməyim daha çətin olacaq. Ona görə aşağı hissədən gəlirəm 1, 2, 3, 4, buradan keçirəm 5 olur. Sonra 6, 7, 8. 8 bura 9 olar ki, bu 10 olsun. 10 yazılıb yəni. 10-dan 12-yə gəlməliyəm. Bura 11 olar. Diaqonal vəziyyətdə 12-yə gəlirəm. 12-dən daha sonra hara gedə bilərik? İndi onu düşünəcəyik. 12-dən baxın, bu 16-ya gəlməliyim, elə deyil. Necə gələcəm, rahat olsun deyə. Baxın, bu hissəni mən bağlamalıyam. Çünki 10-la yekunlaşdırmışam, 11-lə yekunlaşdırmışam. 12 ilə yekunlaşdırmamışam. Buradan mən bura doğru gəlməyə çalışsam necəsə, bu hissəm boş qalacaq. Ona görə bura 13 yazıram, bura 14 yazıram, bura 15 yazıram, diaqonal vəziyyətdə burada 16 yazıram. Əla. 16-ya gəldik. İndi mən necəsə nə etməliyəm? Baxın, buradakı 32 ilə 30 arasında bir yerə mən 31 yaza bilərəm. Bəs hara yazacağım? Məlum məsələ. Mən 30-dan 32 getmək üçün bura 31 yazmalıyam ki, 31 32 olsun. 31-i yerləşdirdik. Gəlin bir təhər 11-dən 22-yə gəlmənin yolunu düşünək. Görək ki, 11-dən 22-yə necə gələ bilərik? Başqa qiymət var mı? 11-dən yox, daha doğrusu 16-dan 22-yə.
16-dan 20-ə yenə baxın, çarpaz vəziyyətdə müəyyən qədər gəlmək olar. Bura 17 yazsaq, daha sonra 18 yazsaq, baxın 26 ilişmiş elə deyil, aşağı düşürük, 19 yazırıq, 20 yazırıq, növbəti 21 yazırıq, 22 yazırıq. Bura qədər heç bir problem yoxdur. Daha sonra, növbəti, baxın bu hissələrə. Mən buraları ya 20-lərlə doldurmalıyam, ya da 30-larla doldurmalıyam. 30-larla dolduracam. Çünki nəyə görə 30-larla dolduracam? Çünki mən buranı 20-lərlə doldursam, bu 26-ya gelib çıxmam çətin olacaq. Ona görə davamında bu hissələri 26 plus və 30-larla doldurmağa çalışacağam. 26-dan 30-a gəlməyə çalışsaq daha rahat olar. Necə gələrəm? Baxın, onsuz da başqa yolum yoxdur. Buradan bura keçəcəm. Bura olacaq 32. Daha sonra və ya 29 daha doğrusu 32 deyirəm, 32 burada verilir. Bura olacaq 29. Baxın 26, 27, 28 və 29 oldu. Bura qədər hər hansı bir problemimiz yoxdur. Daha sonra deməli 32-ni davam etdirməliyik 35-ə. 32-ni 35-ə necə davam etdirəcəyik? Buradan bura gəlməliyəm. Bura olsun 33, bura olsun 34. Bu tamamlandı. 35-dən 38-ə gəlməliyəm. Necə eləyərəm? Bura məsələn 36 yazaram. Daha sonra baxın, bura və ya bura 37 yazmalıyam. Amma mən bura 37 yazsam 39-a çıxışım qalmayacaq. Məcburən bura 37 yazacağam. Bu 38 olacaq. İndi 39-a çıxışım olacaq. Əla. 39-dan sonra 40-a getməliyim. Onsuz 39-un bir dənə çıxışı qalıb buradır. Bura olacaq 40. Növbəti. 40-dan bir dənə çıxışım bura qalıb. Elə deyil, baxın bu nöqtə. Bura ona görə olacaq 41. 41-in bir dənə diagonal çıxışı qalıb bura. Bura olacaq 42. Gördünüz, bu hissələr artıq dolmaq üzrədir. Baxın, mən bura 43 yazsam, bura boş qalır. Məcburən diagonal bura keçib bura 43 yazacam. Bura 44 yazacam. Çünki 43-ün bir keçidi qalıb. İndi burada 45 yaza bilərəm, burada 45 yaza bilərəm. Hansı daha məqsədə uyğundur? Mən burada 40-ları yekunlaşdırmalıyam axı. Məcburən ona görə 40-ları burada yekunlaşdırmağa çalışacağam. Və ya başqa nə edə bilərəm? 40-lardan 51-ə gəlməliyəm. Burada bir çarpaz vəziyyət yaratmalıyam. Amma aradakı fərq çoxdur deyə nə edəcəm? 40-ları burada əritməyə çalışacağam. 45, 46, 47 olacaq. İndi çarpaz vəziyyətdə burada gələcəm hara? 51-ə doğru. 48 olar, daha sonra 49 olar, 50 olar, 51 olar. Gördük, çatdıq bura. D-nin qiyməti məlumdur artıq, 49-dur. İndi 22-dən 26-ya gəlmək asanlaşıb. Məsələn, 23-dür, 24-dür. Baxın, çarpaz bura keçirəm. 25-dir, 26-dır. Bu hissələri tamamladıq. Kiçik bir hissəmiz qalıb, belə bizə lazım olan hissədə əsas. İndi məsələn, 51-dən 53-ə keçməliyim. Məcburən ya bura 52 yazacağam, ya bura 52 yazacağam. Hansı olduğunu bilmək lazımdır. Onu 100% bilmirik deyə 60-dan 63-ə gələn də yoxlaya bilər. Amma mən onsuz da bilirəm ki, 50 ilə 53-ün keçidi buradadır. Deməli, 60-dan 63-ün keçidi də burada olmalıdır. Bu halda 61 olar bura. 62 ya budur çarpaz keçmişəm, ya budur birbaşa şaqül hərəkət etmişəm. Bunları hələ ki 100% bilmirəm. Baxın, 53-ün davamını gətirə bilərəm. 54, 55 də yoxdur. Mən bura 54 yaza bilmərəm. Bura 55 yazsam 56-ya keçidim qalmır. Məcburən bura 54 yazmalıyam ki, bura 55 yazım. 55-dən 56-ya keçid olsun. Ya bura 56 yazım, ya bura 56 yazım. Hər hansı birini 56 yazım. Bu da getdi. İndi çox kiçik bir hissə qalıb. 51, 52, 53 tamamlamalıyam və təbii ki 60-dan 63-ə tamamlamalıyam. Bunları məcburən artıq ehtimal da olsa yazmağa çalışmalıyıq. Gəlin indi hara gedək? 55-dən gedək 60-a. Bura gələk. Çarpaz gəlsəm ödəməz. Deməli, necə olacaq? Vaxt itirməliyəm burada. Elə deyil, ədədləri yazmaq üçün. Bura 56 yazaram. Daha sonra 56 yazandan sonra məsələn, bura 57 yazaram. Çarpaz burada tamamlansın. Növbəti. Bura 58 yazaram. Baxın, bu S burada qalıb tək. Bura 59 yazaram. 60 da burada olar. Ya bir xət boyunca, ya da diagonal, ya bu xət boyunca, ya da ki diagonal formada bağlantılar vardı. Buna diqqət yetirirdik. İndi 60-a gəldik. 61-ə gəldik. Keçməliyik hara? 62-yə. Bəs 62-yə necə keçid etmiş olacaq? Bir də 52-ni də yazaq artıq. 51 buradırsa 52 bura olacaq. 53 bura olacaq. Baxın, 61, 57 buraya yazmışıqsa 62-ni də buraya yazacaq. 60, 61, 62, çarpazda 63. Hamısını tamamladıq. Deməli, A-nın qiymətini biz tapdıq 62. Yazıram bir kənardan. A bərabərdir 62-yə. B bərabərdir neçəyə? 56-ya. C bərabərdir. C haradaydı? C aşağılarda bir yerdə. 59-dur. C bərabərdir 59-a.
D bərabərdir neçəyə? D-yə baxırıq. D bizdə hardadır? D buradadır. 49-dur. Y bizdə neçə olacaq? Gəlin baxaq Y-yə. Y bizdə 57-dir. A, B, C, D, Y getdi. Hamısı 7. Bəli. Deyir, artma sırası ilə düzün. Ən böyük hansıdır? Ən kiçik hansıdır? Artma sırası deyirsə, ən kiçik D-dir. D-nin kodu nədir? 4-dür. 4-dən başlamalıyım. 4-dən başlayanda bir dənə variant var. O da hansı variantdır? B variantıdır. Artma sırası ilə düzün deyir deyə mən hardan başlayaydım? 49-dan başlamalıydım. O da D idi. D-nin də kodu 4 idi. Deməli, 4-dən başlamalı olduğun üçün doğru cavab məhz B variantı olmuş olacaq. Vaxt vermədiyində növbəti sualımıza keçirik. Bu sual həqiqətən vaxt aparan sual idi. Bu sualın üstündə 10 dəqiqədə düşünə bilərdiniz. Mən özüm daha öncə bir dəfə bu sualı yazandan sonra izah edirəm. Ona görə müəyyən qədər sürətli gəldi. Mənim özüm elə bu suala xeyli vaxt itirmişdim. Həqiqətən itirə bilərdiniz. Dimin test bankında olan bir sual tipidir deyə ən azından bir dənə izahını görməmiz bizə müəyyən qədər kifayət etmiş olacaq. 15-ci sual. Oxşarı keçən dərsdə işləmişdik. Keçən izahda da Z bölünsün C-nin qiymətini tapmağa çalışmalıyam. Gəlin 0 anından düşünək. Baxın, 0 vəziyyəti buradır. 0 vəziyyətində onsuz da hamısında eyni yerdə başlayıb deyə bir problem olmayacaq. Ona görə variantlar arasındakı fərqlərə gedək gəlin. A ilə B arasındakı bir fərqə baxmış olsaq, harada bir fərqlik görə bilərik. Baxın, 1, 2. 2-də bu nöqtə buradadır. 2-də bu nöqtə haradadır? Tam ortadadır. Gəlin baxaq. Yəni 2-də bunun qiyməti nədir? 1, 2, 3-dür. 3 olmalıdır. Yəni ifadənin qiyməti 2 anında 3 olmalıdır. Gəlib baxıram. 1, 2 vəziyyətində. Gəldim. C ilə kəsişdim. Sola baxıram, qiymətim nədir? 2-dir. Bu şəkildə yazdıq. 1, 2, 3, 4, 5, 6, 7. Eyni qadı 1, 2, 3, 4, 5, 6, 7. Məndən nəyi soruşur? Z bölünsün C-ni soruşur. İndi diqqətlə baxmış olsaq 2 vəziyyətində. 2 vəziyyətində fərq var deyə bura baxıram. C-nin qiyməti neçə oldu? 2 oldu. 2 vəziyyətində Z-in qiyməti neçə oldu? 6 oldu. 6 bölünsün 2 bizə verir 3'ü. Deməli, tam olmalıdır. Burada 3 tam onda 5'dir. B yanlışdır. Daha sonra A ilə C arasındakı bir fərqə baxırıq. Diqqətlə baxsaq, fərqli hissə hardadır bizdə? Fərqli hissə bizdə, baxın, buradadır. Yeni nöqtə deyirlər. 1, 2, 3, 4, 5. 5'də burada qiymətim 2 onda 5'dir. Digərində isə 3'dür. Gəlin 5 vəziyyətdə baxaq. 5 vəziyyətində C-nin qiyməti neçədir? Sola gələm 2'dir. Bura yazdım 2'ni. 5 vəziyyətində Z-in qiyməti neçədir? 5'dir. Kəsişdiyi anda sola dönürəm, oldu 5. 5 bölünsün 2 bizə verəcək 2 onda 5'dir. Deməli 2 onda 5 alınmalıdır. Amma A da 3 idi. Baxın, tam 3'ə uyğun gəlirdi. A yanlışdır. Deməli 5'də 2 onda 5 olmalıdır. C, D, Y hər iki doğrudur. İndi C ilə D arasındakı bir fərqə baxaq. Baxın. Məsələn, hara fərqlidir? Diqqətlə baxmış olsaq, baxın, bu məqam fərqlidir. 1, 2, 3, 4. 4 anında bu tam neçədədir? 1, 2, 3, 4'dədir. Bu isə 4 vəziyyətində. 1, 2, 3, 4. 4 onda 5'dədir. Baxın, tam xəttin üstə deyil, ortalarda bir yerdədir. Gəlin baxaq, görək 4 anında qiymətimiz 4 alınacaq ya 4 onda 5 alınacaq. Baxın, 4'də gəlirəm bura. C-nin 2 dənə qiyməti var. Baxaq, görək dəqiq 4 vəziyyəti idi mi? Diqqətlə baxaq, hansı hissədəydik biz? Bəli, həmin 4 vəziyyətində idik. Baxın, 2 dənə qiymət var. Bunlar onsuz sabiti deyə. Biri sabiti alınacaq, biri fərqli alınacaq. Yuxarıdakılar fərqli alınacaq. Deməli, 4 vəziyyətində C-nin qiymətlərindən biri 1'dir. Birinci buna baxıram. 4 vəziyyətində Z-in qiyməti 4'dür. 4 bölünsün 1, 4'dür. Biri 4 olmalıdır. Daha doğrusu 4 yoxsa 2 olmalıdır. Diqqətlə baxaq. 4 anında C-nin qiyməti 1 idi. 4 anında Z-in qiyməti 4 idi. 4 bölünsün 1, 4 olur. Bəli. Deməli, məndə 4 vəziyyətində qiymət 4'də olmalıdır. Hamısının onsuz 4'də olacaq. Bir problem olmuş olacağını zənn etmirəm. Gəlin baxaq. Baxın. 1, 2, 3, 4. Burada 4'dədir. 1, 2, 3. Baxaq. Buradan 1, 2, 3, 4. 4 onda 5'dir. Mən 4 tapmışdım. Elə deməli, problemim buradaymış. Bunu sildim. Qaldı C ilə Y. C ilə Y arasındakı problemə baxaq, görək harada bir problem baş verib. Baxın, bu vəziyyətdə 1, 2, 3 vəziyyətində 1, 2, 3, 4, 5, 5 onda 5'dir. 3 vəziyyətində burada 1, 2, 3, 4, 5, 6'dır. Gəlin 3 vəziyyətdə baxaq, görək qiymətlərim nədir? 3 anında qiymətlərindən C-nin qiymətlərindən biri nədir? 1'dir yenə.
Baxın, gəldi burada kəsişdi, sol döndü, oldu 1. 3 anında z-in qiymətlərindən biri nədir? Z-in qiyməti 1-dən də onsuzdur, 6-dır. 6 bölünsün 1 bizə verəcək neçəni? 6-nı. Amma mən bayaq nə tapmışdım? 1-in 6, onda 5 tapmışdım. Gəlin baxaq. Baxın, 3 anında qrafik nə olur? 1, 2, 3, 4, 5, 5 onda 5 olur, 6 olur. 6 olmalı deyə Y variantı sinə kimi C variantı doğru cavab kimi qalmış olurdu. Yenə vaxt aparan bir sualdır. 16-cı sualda yazıb ki, saatın 2 əqrəbi vaxtın 18-26-nı göstərdikdə onlar arasındakı iti bucağın dərəcəsini tapın. Deməli, baxın, mən nə edirəm? İti bucağı tapmalıyam, onu da diqqət yetirin. Düsturum bu şəkildədir. Modulda 11D çıxsın 60S bölünsün 2. Və əgər saat 18:00 oldu, yəni 12-dən böyükdürsə, verilmiş ədəddən 18-dən 12-ni çıxıb hesablayacağam. Daha rahat olacaq o zaman. Yəni kör bucaq almamaq üçün bunu edirəm. Yoxsa kör bucaq alıb 360-dan çıxa da bilərdim, bir problem deyildi. Amma bir də o çətin olar deyə, hesablamaq da çətin deyə 18-dən 12-ni çıxıram, yerinə qalır 6 qalır. Saatın yerinə 6 yazacağam. Dəqiqənin yerinə nə yazacağam? 26 yazacağam. Yəni 11 modulda vurulsun 26 bölünsün 60 çıxılsın 6. Bölünsün neçə? 2-yə. İndi buradan nə alınacaq? 11-i 26-ya vuranda 26, 26 bu bizə neçəni verir? 286-nı verir. 286 çıxılsın. İndi nəyə? 66-ya vuranda 360. Modulda mənfi çıxmayacaq deyə 360-dan 286-nı çıxanda bu bizə verəcək 4, 7. 74-ü verəcək. Deməli, bu halda buradan alınan qiymət nədir? 74-dür. 74 bölünsün 2. Baxın, məxrəcdə 2 var. Bizə neçəni verəcək? 37-ni vermiş olacaq. Deməli, bu sualın doğru cavabı oldu 37. A variantını götürmüş olduq. 17-ci sual Kutoş 2-dir. ABCD ardıcıllığını müəyyən etməyə çalışmalıyam. Dedik ki, 1. Rəqəmlər təkrarlanmamalıdır. Məsələn, mən bura 1 yazmışamsa, tutaq ki, bura. Artıq bu xanaya və bu sütuna heç bir yeri 1 yaza bilmərəm. Böyükdür, kiçikdir işarələrinə diqqət yetirməliyik. Məsələn, mən bura 1 yaza bilmərəm. Çünki 1 heç nədən böyük deyil. Neçə xana varsa rəqəm sayı o qədərdir. 5 xana var deyə 1, 2, 3, 4, 5 rəqəmlərindən istifadə etməyə çalışmaq lazımdır. Dedik ki, bu tip suallarda ya zəncir axtaracaq, zəncir necə olacaq? Məsələn, belə, 1-dən böyük 2, 2-dən böyük 3, 3-dən böyük 4, 4-dən böyük 5 və ya 1-dən böyük 2, 2-dən böyük 3, 3-dən böyük 4, 4-dən böyük 5. Belə bir ixtiyari zəncir ola bilər. Ya bu zənciri tapacaq, ya da ən kiçik rəqəmi yerləşdirib onun ardınca zəncir düşünməyə çalışacaq. Mən bura 1 yaza bilmərəm, 1 nəsə böyük deyil. Ən kiçik yerləşdirməyə çalışıram. Tutaq ki, zənciri görməmişəm. Bura 1 yaza bilmərəm. Çünki 1 nəsə böyük deyil. Bura 1 yaza bilmərəm, 1 nəsə böyük deyil. Bura 1 yaza bilmərəm, 1 nəsə böyük deyil. Deməli, A-nın qiyməti oldu 1. Bizdə nə istəyir? A, B, C, D, Y ardıcılığını istəyir. A-nın qiyməti oldu 1. Davamında 1-in ardınca zəncir axtarmağa çalışmaq lazımdır. Gəlin, indi baxaq. 1-dən böyük 2 desəm, ilişib qalıram. Bir problem yoxdur. Gedə bilmirəm, saxlayıram. Bəs yaxşı, zəncir axtarsaq, harada bir zəncir tapa bilərdik? Gəlin, indi baxaq ona. Baxın, əslində üstün baxsaq, mən biləm axı, bura 1 yaza bilmərəm. 1 yazsam necə olardı? 1-dən böyük 2, 2-dən böyük 3, 3-dən böyük 4 olardı, ilişib qalardım. 5-ə qədər gedə bilməzdim. Amma mən onsuz da bura 1 yaza bilmərəm deyə bu ardıcılığı necə quracam? Bura 2 yazacam, 2-dən böyük 3 yazacam, 3-dən böyük 4 yazacam, 4-dən böyük 5 yazacam. Gördünüz, ardıcılıq axıra qədər getdi. 1 də ona görə yazmadım ki, onsuz da burada 1 sütunda yazmışam. Təkrar 1 yaza bilmərəm. 3, 4, 5 varsa 1-dən 2 çatışmır. Mən məcburen bura 2 yazmalıyam, bura 1 yazmalıyam ki, 2 birdən böyük olmuş olsun. Daha sonra növbəti baxaq fərqli bir yerə. Bəs sonuncu sətirdə mən 1-i hara yaza bilərəm? Baxın, bura 1 yaza bilmərəm, yaza bilmərəm. Çünki 1 heç nədən böyük deyil. Avtomatik 1 düşəcək bura. 1, 5 var, 2, 3, 4 çatışmır, elə deyil. Mən məcburən 4-ü ortaya yazmalıyam ki, 4, 2-dən də, 3-dən də nə olsun? Böyük olmuş olsun. Amma hansını hara yazacağımı hələ ki bilmirəm. Amma biraz diqqətli olsaq, bura 3 yaza bilərikmi? Hələ ki yaza bilərik deyə saxlayırıq. Bəs yaxşı, bura 3 yaza bilərikmi? Hələ ki yaza bilərik deyə nə edirik? Saxlayırıq. Bu bir ehtimaldır. Amma artıq B-nin qiyməti çıxıb. Çünki 4-dən böyük yeganə nə var? 5 var. B-nin qiyməti oldu 5. Növbəti 4, 5 var, 1, 2, 3 çatışmır. Mən bura diqqətlə baxmış olsaq, nəyəsə səhv etmədik ki. Əslində burada bir kiçik yanlışlıq etmişik. Baxın, biz bura 1 yaza bilməzdik. Bu 1-i bura nə yazmışıq ki? Çünki 1 nənəsə böyük deyildi. Bunu demişdik ki, 1 yaza bilmərik. O halda bu hissədə biraz yanlışlıq olacaq. Gəlin, vaxt itirməyək, yenidən bir daha sürətli şəkildə quraq. Deməli, bura dedik ki,
diqqətlə baxaq. Sətr daxilində 1 yaza bilmərik, yaza bilmərik, yaza bilmərik, yaza bilmərik. 1 A-nın yerinə düşəcəkdi. 1 onsuz bura yazmışdıq. Mən bura niyə 1 yazıram ki? Bu səhvən qalıb orada, ona görə A-nın qiyməti 1 idi. Bəli, bu doğru idi. A-nın qiyməti 1 idisə, baxın bu hissələrdə artıq problem olacaqdı. Nəyə görəsə orada diqqətsizlik etmişik. Davamına baxaq. Növbəti sətirdə, ikinci sətirdə 1-i hara yaza bilərik? Bura 1 yaza bilərəmmi? Xeyr, 1-dən nədənsə böyük deyil. 1 nədənsə böyük deyil. Burada yaza bilmərəm, yaza bilmərəm, yaza bilmərəm. 1 avtomatik düşəcək, baxın bu hissəyə. Ən sağa. İndi baxın, 1, 1-dən böyük, yenə 1-dən böyük var, elə deyil. Burada necə bir ardıcılıq qurmaq olar? 1-dən böyük 2, 2-dən böyük 3, 3-dən böyük 4 demək olar və ya burada 5 demək olar. Bu biraz çətin məsələdir. Hələ ki, bunu 100% qurmuruq. Keçib başqa yerlərə 1-ləri yerləşdirək. Növbəti sətirdə, baxın, bura 1 olmaz, 1 olmaz, 1 olmaz, 1 olmaz. Çünki 1 nədəsə böyük deyil, həm də sütunda var deyə təkrarlanma olmayacaq. Bura oldu 1. Daha sonra davamıyla bir zəncir axtarmağa çalışaq. Şöyle bir zəncir varmı? 1-dən böyük 2, 2-dən böyük 3 desək, 4 desək, 5-i deyə bilmirik, ilişib qalıq, hamısını deməliyik. Daha sonra 1-dən böyük 2, 2-dən böyük 3 ilişdik qaldıq. 1-dən böyük 2, 2-dən böyük 3, yenə ilişdik qaldıq. 1-dən böyük 2, 2-dən böyük 3, 3-dən böyük 4 dedik ki, burada ilişib qalacaq. 1-dən böyük getməyəcək, elə deyil. Deməli, bunu yaza bilmərik, bir zəncir tapa bilmərik. Növbəti sətirdə, bura 1 yaza bilmərəm, 1 nədənsə böyük deyil. Yaza bilmərəm, yaza bilmərəm, yaza bilmərəm. Həm sütunda var, həm də nədənsə böyük deyil. Deməli, 1 avtomatik düşdü bura. Sonuncu sətirdə, bura 1 yaza bilmərəm, bura 1 yaza bilmərəm, bura 1 yaza bilmərəm, sütunda 1 var deyə. Bura 1 yaza bilmərəm, 1 avtomatik düşdü bura. 1-i tapdıq. Deməli, demək olar ki, 1-ləri bütün sətirlərdə yerləşdirmişik, indi davamına baxmış olsaq. Baxın, 1-ci sətirdə ilə 5-i də görə bilərəm mən artıq. Çünki bura 5 yaza bilmərəm, 5 nədənsə kiçik deyil, 5 nədənsə kiçik deyil, 5 nədənsə kiçik deyil, elə deyil. 5 avtomatik düşər hara bu hissəyə. 5-i də tapdıq. İstəsək davamında baxın 5-ləri yerləşdirə bilərik, amma bu biraz vaxt itkisi olacaq. Hər hansı bir yerdən müəyyən qayda nə tapmalıyıq? İpucu tapmağa çalışmalıyıq. İpucu olmasa belə məcburuq artıq bir-bir qiymətləri yerdən qoymağa çalışaq. Baxın, B-nin qiymətin 5 olduğu onsuz görmüşdük əvvəlcədən, indi rahat görə bilərik. Çünki bura 5 yaza bilmərəm. 5 nədənsə kiçik deyil, nədənsə kiçik deyil, nədənsə kiçik deyil. Deməli, avtomatik 5 düşəcək B-nin yerinə. Bu da tamamdır. Daha sonra 1, 5 var, 2, 3, 4 çatışmır. Baxın, 2, 3, 4-ü burada necə yazmaq olar? Məsələn, mən bura 2 yaza bilmərəm. 2 yazsam gərək 2 nədən böyük olsun? 1-dən böyük olsun. Bura 2 yaza bilməyəcəm. Daha sonra 2-ni bura yaza bilərəmmi? Bəli, yaza bilərəm. Saxlayıram. Görün, bura 2 yaza bilərəmmi? 2 nədən böyükdür? Ancaq 1-dən böyükdür. Yaza bilmərəm. Deməli, 2-ni ilə bura yaza bilmədim. Nə bura yaza bilmədim? Avtomatik 2 düşəcək bura. 2-dən həm 3 böyükdür, həm 4 böyükdür. Ona görə elə mərkəzə atmış olacaq. Bəs hansına indi 3 yazaq, hansına 4 yazaq? Baxın, mən bu sütun boyunca bir yerə 5 yazmalıyım, elə deyil. Bura 5 yaza bilmərəm. Bura 5 yaza bilmərəm. 5 nədənsə kiçik deyil. Bura 5 yaza bilmərəm, 5 nədənsə kiçik deyil. 5 avtomatik düşər bura. 5-i bu hissəyə yazdıq. İndi baxın, davamında mən nə görürəm? 2-dən böyük nə ola bilər? 2-dən böyük, əgər mən bura 3 yazsam, bu zaman nə olacaq? 4 yazsam və ya. 2-dən böyük 4 desəm, 4-dən böyük 5 olmalıdır. Bu zaman 5-lər təkrarlanır. Ona görə 2-dən böyük 3 deyəcəm. 3-dən böyük bura 4 deyəcəm. 4-dən böyük 5, həmin hissə tamamlanmış olacaq. İndi diqqətlə baxaq görək, hər hansı bir hissədə yanlışlıq etmədik ki burada. Hər hansı bir yanlışlıq yoxdur. O zaman tamamlaya bilərəm. Baxın, deməli, D-nin qiyməti artıq nə oldu? 2 olur. Çünki üstündə satışma birdən 2-dir. D oldu 2. Sətri olaraq baxsaq, 3, 2, 1, 5 var. Burada düşür 4. 4-ü tapdıq. Daha sonra 1, 4, 5, 2 ilə 3 satışmır. Bura 3 yazmalıyım, bura 2 yazmalıyım ki, 3 2-dən böyük olsun. Sütun üzrə baxsaq bura 1, 2, 5 var, 3, 4 çatışmır. Bura məcburən 4, bura 3 yazmalıyam ki 4 3-dən böyük olsun. Deməli, yeni qiymət oldu 3. Daha sonra 1, 2, 4 var, 3-dən 5 çatışmır. Mən bura 5 yaza bilmərəm. 5 nədənsə kiçik deyil. Deməli, 5 düşər bura, 3 düşər bura. Sütun boyunca 1, 2 var, 3 var. 4-dən 5 çatışmır. Hər biri bura 5 yaza bilmərəm. Çünki sətirdə 5 var. Deməli, bura yazacağım 4, bura yazacağım 5-i. S'nin qiyməti oldu 4. Deməli, cavabımız nə oldu? 1, 5, 4, 2, 3 şəklində olmuş oldu. İndi keçirik növbəti sualımıza. 18-ci sualımız bir sahə perimetri sualıdır. Baxın, yazılıb ki, üçbucaq formasındakı homogen materialın bir hissəsi kiçik üçbucaq parçalar şəklində kəsilib götürülüb. Baxın, bir ədəd
1 nömrəli, 1 ədəd 2 nömrəli, 1 ədəd 3 nömrəli və 2 ədəd də 4 nömrəli. Eyni zamanda 2 ədəd də 5 nömrəli götürmüşəm. Baxın 2 dənə bunlardan götürmüşəm, yanlarına yazacağım. 2 bundan, 2 bundan. Qalanların hər birindən neçə ədəd götürmüşəm? 1 ədəd götürmüşəm. Şəkildə kəsilmiş yerlər rəngsiz verilib. Baxın bu hissələr kəsilib, ona görə də rəngsiz verilib. İndi gəlib bir-bir baxırıq. Nə yazılıb bizə? Doğru olanları müəyyənləşdirin. Materialı təşkil edən molekullardan təsadüfi seçilmiş birinin kəsilmiş hissədə olması ehtimalı azdır. Yəni, baxın, material budur, bu üçbucaqdır. Bunun hər hansı bir nöqtəsindən götürdüyüm material və ya maddə kəsilmiş hissəyə, yəni baxın, bu ağ hissəyə düşmə ehtimalının daha az olduğunu deyir mənə. Bunun üçün nə etməliyəm? Mən birinci bütöv fiqurun sahəsini hesablayacağım. Hər hansı bir hadisənin ehtimalını hesablayanda nə edirdik? Kəsr xətti çəkirdik. Ümumi halların sayını yazırdıq kəsirin məxrəcinə. Mümkün halların sayını yazırdıq kəsirin sürətinə. Ümumi hallar məndə bütöv üçbucaqdır. Gəlin birinci bunun sahəsini hesablayaq. Sahəsini hesablamaq üçün nə edirəm? Hündürlük vurulsun, oturacaq bölünsün 2-yə baxıram. Yəni 2-də 1 AH-ını hesablayıram. Bir kənardan yazıram. 2-də 1 AH bərabərdir. 2-də 1 vurulsun. A nədir məndə oturacaqdır? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11. Hündürlük nə qədərdir? Bu da hündürlüyümdür. Gəlin baxaq. İstəsək, baxın, belə rahat müqayisə də eləyə bilərik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 da buradır. İxtisarlarımızı aparsaq, bu bizə verəcək neçə? 55'i. Deməli, ümumi üçbucağımın sahəsi oldu neçə? 55. Yəni, mümkün hallarım sayı 55'dir. Bu qaldı burada. Bir kənardan 55 yazırıq ki, bu adımızdan çıxmasın. Ümumi üçbucaqların sahəsi. İndi keçib kiçik üçbucaqların sahəsini hesablayacağıq. Bunlardan dediyi hərəsindən bir dənədir. Baxın, bunun sahəsini hesablayaq birinci. Düzbucaqlı üçbucağın sahəsi katetlər arasının yarısına bərabərdir. İndi diqqətlə baxsaq. 1, 2, 3. Yarısı burada, yarısı buradadır sanki. Ümumi oldu 4. 4 bura. Daha sonra bakın 1, 2, 3, 4, 5. Burada ne kadardı? 1, 2, 3, 4 idi. Bu katet 4 idi. Bəs bu katet 1, 2, 3, 4, 5. Yarısı burada, yarısı burada. Yəni 6. Düzbucaqlı üçbucağın sahəsi katetlər arasının yarısına bərabərdir. Yəni 4 vurulsun 6 bölünsün 2'dir. Bu da bizə verəcək 12'ni. 12 oldu bunun sahəsi. Buradan yazırıq, qalsın burada. Daha sonra məsələn hesablayaq. Buradakı düzbucaqlı üçbucağı 1, 2, 1, 2. Katetlər arasının yarısı 2 vurulsun 2 bölünsün 2 bizə verəcək 2'ni. Bu oldu 2 sahəsi. Yenə baxın buradan. 2 cm bura, 2 cm burada. Hardan bilirəm? 1 bura, yarısı bura, yarısı bura. 2 olacaq bütövlükdə. Yenə katetlər 2-dirsə sahəsi 2 olacaq deyə bunu 2'ni yazıram. Baxıram bura. 1 cm, 2 cm. Katet 2'dir. 1, 2, yarısı burada, yarısı burada. Burada isə katet 3'dür. 3 vurulsun 2 bölünsün 2 isə bizə verəcək 3'ü. Bunun sahəsi oldu 3. Şimdi baxıram buna. Baxın oturacaq 1, 2, 2 cm-dir. Hündürlük də 1, yarısı burada, yarısı da burada. 2 cm-dir. Yəni oturacaq 2 cm. Vurulsun hündürlüyü 3 cm bölünsün 2. 2'də 1 AH düsturü. Bu da bizə verəcək 3'ü. Növbəti. Baxın yenə eyni ölçülərdir 1'ə 1. Artıq bunu hesablamama ehtiyac yoxdur. Bu da 3'dür. İndi hesablayaq bunu. Baxın 1, 2, 3 hündürlük 3'dür. Hündürlük vurulsun oturacaq. 1, 2 oturacaq 2'dir. Bölünsün 2. Bizə yenə 3'ü verəcək. Deməli bunun da sahəsi nə oldu? 3 olmuş oldu. Bir daha dəqiq hesablayaq. 1, 2, 3. 3 buradır. 1, 2. Bura 3 buradır. Bəli, 2 burada doğrudur. Bu oldu 3. Digərləri dəqiq 3 idi. Bir daha baxaq. 1. Yarısı burada, yarısı burada 2. 2 də bu. 3 deyil əslində bunlar. Bunları səhv hesabladıq biz. Baxın 2 cm buraydı, 2 cm buraya. 2 vurulsun 2 bölünsün 2 idi. Bu da 2'ni verəcəkdi bizə. Deməli bu da 2'dir, bu da 2'dir. Bizdə birinci şərtdə deyir ki, materialı təşkil edən molekullardan təsadüfi seçilmiş birinin kəsilmiş hissədə olması ehtimalı azdır. Yəni hər hansı bir hissədən götürdüyüm bir parça ağ hissəyə düşmə ehtimalının daha az olduğu göstərilib birinci cümlədə. İndi bunların sahələrinə baxmış olsaq, katetləri sildim artıq buradan. 12, 15, 19, 24, 2 də burada 26. 55'də 26. 55'də 26 kəsilmiş hissəyə düşmə ehtimalıdır. Bəs kəsilməmiş hissəyə düşmə ehtimalı nə qədərdir? 26 bunlardasa bütöv 55 olduğu üçün rəngli hissənin sahəsi nəyə bərabər olacaq? Bütöv çıxılsın kəsilmiş hissə. Yəni bu bizə neçəni verəcək? 29 verəcək.
Deməli 55-də 29 da olur kəsilməmiş hissənin ehtimalı. Deməli hər hansı bir yerdən götürdüyüm bir parça, ya buradan, ya buradan, ya buradan fərqi yoxdur. Hər hansı bir yerdən götürdüyüm bir parçanın kəsilmiş hissəyə düşmə ehtimalı daha azdır. Çünki 55-də 26 kəsilmiş hissədir. 55-də 29 daha böyükdür. Ondan kəsilməmiş hissədir. Deməli birinci cümləm doğrudur. Keçirəm ikinci cümləyə. İkinci cümlədə yazılıb ki, kəsilmiş hissəyə düşmüş molekullardan təsadüfi seçilmiş birinin bir nömrəli üçbucaqda olması ehtimalı çoxdur. Burada maksimum bir şey sizi çaşdırar ki, bəs biz bunları dedik 2 dənə bundandır, 2 dənə bundandır. Nəyə görə belə dedik? Bəs biz onları 2 dəfə hesablamamışıq axı. Amma sizə 2 dəfə hesablamışıq. Görürsüz burada, biri burada, biri burada. Bu 5 nömrəli fiqurdur. Biri burada, biri burada, 2 dənədir. Baxın 4 nömrəli fiqurda hansılardır? Bunlardır. Görürsüz bunlardan 2 dənədir. Buradakı saylar onu ifadə edir. Yəni saylar sizi aldatmasın ki, mən onları əlavə bir daha hesablamalıyım. Onsuz da həmin yerdə görürəm ki, onlardan 2 dənədir. 2 dənə hesablayıram. Nə yazılmışdı? Kəsilmiş hissəyə düşmüş molekullardan kəsilmiş hissənin sahəsi nə qədərdir? 26 idi. Düşmüş molekullardan təsadüf seçilmiş birinin bir nömrəli üçbucaqda olması ehtimalı çoxdur. Deməli, burada isə ümumi hallarımın sayı nə olacaq? Kəsilmiş hissə, yəni 26. Bəs mümkün hallar nə olacaq? Bir nömrəli üçbucaq olacaq. Bir nömrəli üçbucaq buradır. Sahəsi nə qədərdir? 12-dir. 26-da 12. Geri nə qalır? 26-da 14 qalır. Deməli, çox deyil, azdır. 26-da 14 daha böyükdür. Yəni digərlərinə düşmə ehtimalı daha böyükdür. Nəinki bir nömrəli fiqura. Burada yazıb ki, bir nömrəli üçbucaqda olması ehtimalı çoxdur. Xeyr, azdır. Çünki 26-da 12-dir bunun ehtimalı. Geridə də 26-da 14 qalır. 26-da 14 böyük ədəd olduğu üçün 26-da 12 kiçik olacaq. Yəni çox olmayacaq. Deməli 2 yanlışdır. Keçir üçüncü cümləyə. Üçüncü cümlədə yazıb ki, kəsilmiş hissəyə düşmüş, bu hissəni silim. Kəsilmiş hissəyə düşmüş molekullardan təsadüf seçilmiş birinin 2 nömrəli üçbucaqda olması ehtimalı 10%-dən çoxdur. Baxın, kəsilmiş hissənin nə qədər idi sahəsi? 26 idi. 2 nömrəli üçbucaq hansıdır? Budur. Yəni buradakı sahəsi 3 olandır. Yəni nə olacaq burada? 26-da 3 olacaq bunun ehtimalı. Geriyə nə qalır? 26-da 23. Yəni 2 nömrəli üçbucağa düşmə ehtimalı budur, düşməmə ehtimalı budur. Mənə deyir ki, 2 nömrəli üçbucaqda olması ehtimalı 10%-dən çoxdur. Baxın, bu tip suallarda mən nə edirəm? Bu 23 idi, bunu da qeyd edeyim. 26-da 3 yox, 26-da 23. 26-da 3 2 nömrəli fiqura düşmə ehtimalıdır. 26-da 23 isə düşməmə ehtimalıdır həmin fiqura. Deməli, mənə deyir ki, bu 26-da 26-da 3 10%-dən çoxdur. Yadda saxlayın ki, kəsirdən faizə keçmək istəyirsinizsə, kəsiri nə edəcəksiniz? Faiz göstərəndə, yəni 100-ə vuracaqsınız. Buradan nə alınır? 300 bölünsün 26. 326-ya böləndə nə alınacaq? 10 tam ondan neçə salınacaq? Yəni 10-dan böyük ədəd alınacaq. Çünki elə 30-un içində bir dəfə, yəni elə istənilən halda belə baxdıqda 300-ü 30-a bölsəm 10 düşərdi. Amma mən 26-ya bölürəm, daha kiçik ədədə bölürəm. Yəni 10 tam neçəsi olacaq bu? Bu halda həqiqətən 10%-dən çoxdur. Deməli, 3-cü cümləm də doğrudur. Bu halda mən nə edəcəm? 1 və 3-ü, yəni Y variantını doğru cavab kimi götürmüş olacam. Daha sonra 19-da yazıb ki, turist piyada 5 km/saat, velosipedlə 14 km/saat, avtomobillə 90 km/saat, qatarla 70 km/saat, bu hissəni silim. Sürətlə hər bir vasitə ilə sərf edilən vaxt tam saatlarla ifadə olunur. 750 km yol gedibsə, ən az neçə saat yol olub? Baxın, məndə saatlar tam ədədlər olmalıdır. Ümumidə 750 km yol getmişəm. Mən mütləq piyada da getmişəm, velosipedlə də getmişəm, avtomobillə də, qatarla da getmişəm. Deməli, oxşar bir sualı öncəki quizlərimizdən birində işləmişdik. Qəpiklərin sayı məsələsi. Cəmi 750 km olmalıdır. Mən baxın, 5 kilometrdən də, 14 kilometrdən də, 90-dan da, ardıcıl gedək, 70-dən də, 90-dan da istifadə etməliyim. Bir dəfə mütləq istifadə edirəm. Altdan bunlardan neçə dəfə istifadə edəcəyimi saniyə yazacağım. Bir dəfə mütləq istifadə edirəm, biri yazıram. Bu zaman sanki 90 km bundan, 70 bundan, 14 bundan, 5 km də bundan gedəcəm. Bu mənə neçəni verəcək? 70 plus 90, 160, 5 plus 14, 19. Deməli, 160 plus 19 bizə neçəni verir? 179-u verir. 179 km dəqiq getmişəm. Bir kənardan yazıram 179. Daha sonra nə edəcəm? 750-nin 179-un getmişəm sanki. Yeriyə nə qalıb? 750 çıxsan 179 qalıb. 1, 14-dən 7, 6-dan 1, 5. 571 km qaldı əlimdə.
Deməli, mən 179-un getmişəm, 571 isə qalıb. Hələ ki getməmişəm. Baxın, burada incə bir nüans hardadır bilirsiniz. Yazıb ki, ən az neçə saat yolda olub. Daha az yolda olması üçün daha sürətli getməlidir. Deməli, mən çalışacağım ya 90 km/saat sürətlə gedim, ya misalda 70 km/saat sürətlə gedim. Və daha çox bu sürətləri deyəcəm ki, tez çatım. Amma biz gəlib yoxlasaq, bizdə nə qədər qalıb? 571 qalıb, elə deyil. 571 km. Məcbur hər birindən bir dəfə getmişəm də 179 km getmişəm. İndi mən 571 kilometrin nə qədərini 90 km/saat sürətlə gedə bilərəm? Ən yaxşı halda 6 saat getsəm, 6 vurulsun 90 bizə verəcək 540-ı. 571-dən 540 çıxanda 31 qalacaq. Mən baxıram ki, geridə qalanlardan 31 kilometr düzəldə bilmərəm. Bunların heç birini toplasam 30 alamayacaq və bir neçəyəsə vurub toplasam yenə də 31 ala bilməyəcəm. Deməli 6 saat 90 km/saat sürətlə keçsəm olmaz. Yenə gəlib 5 saat yoxlasaz, yaxşı 5 saat yedim, onda necə olacaq? 90-ı 5-ə vurmuş olsaz neçə alınır? 450. Bu halda 571-dən də 450-ni çıxmış olsaq 121 km qalır, elə deyil. Bir daha baxaq, doğru olsun. Biz qalan ədədlərdən 121 də tapmaqda çətinlik çəkəcəyik. Deməli, burada bir dənə başqa bir incə nüans qalır. Nəyə diqqət yetirməliyik? 750-ni başqa biz necə yarada bilərik? Ona diqqət yetirməliyik. Baxın, mənim əlimdə 5 və 14 var. Baxıram ki, bu şəkildə çıxdıqda sonu birdən bitirir. Onu yaratmağım biraz daha çətin olur. Bu halda mən düşünəcəm ki, bu 5 və 14-ü əldə etməliyəm ki, yuvarlaq bir ədəd alınmalıdır sonda. Çünki 70 ilə 90 olsa yuvarlaq ədədləri verəcək mənə. Bu halda mən əgər baxın 3 saat 5 km/saat sürətlə yolda olsam 15 olar. Yenə tam yuvarlaq deyil, elə deyil. Yəni 10, 20, 30 şəklində deyil, 750-yə çatması üçün. Bu halda bunu bir də götürə bilmərəm. Neçə götürə bilərəm? Məsələn 2 götürə bilərəm. Aşağı tuturam ona görə ki, sürətim zəifdir. Bu sürətlə az gedim ki, az vaxtım getsin. Daha sürətli ədəd olanda daha çox gedəcəm. Deməli 2 vursaq 5-ə 10 km. Yəni mən piyada getdim nə qədər? 10 km. Daha sonra 14 kilometri neçəyə vursam, neçə saat vursam yuvarlaq bir ədəd alınacaq. Baxın 2-yə vursaq 28, 3-ə vursaq 42, 4-ə vursaq 56, 5-ə vursaq 14-ü neçə olar? 70 olar. Yenə yuvarlaq bir ədəd alındı. Deməli 70 kilometrdə nə getmişəm? Velosipedlə getmişəm. Nə qədər oldu? 10 bu, 70 bu, hələ ki oldu 80. 80 kilometr. Axı digərlərindən də istifadə etməliyəm. Minimum bir dəfə istifadə etməliyəm, elə deyil. 70-90 mənə neçəni verəcək? Bu da mənə verəcək 70 plus 90 verəcək 160-ı. 160 plus 80 mənə verər neçəni? 240-ı. Mən ümumilikdə 240 km yolda olmuşam ki. Artıq bunları artırmayacağım. Çünki bunları artıranda avtomatik nə olur? Getdiyim zaman daha çox olmuş olur. Daha çox vaxt ayırmış olam. Çünki sürətim zəifdir. Deməli 750-ni 240-ını getmişəm. 10 km 5 km saat sürətlə getmişəmsə 2 saat bura vaxt sərf etmişəm. 5 saatda bura vaxt sərf etmişəm. Çünki 5 saat 14 km saat sürətlə gedəndə 70 km almış oldum. Yuvarlaq ədədlər alınsın deyə belə etdim. Çünki 750 yuvarlaqdır. Yoxsa çox ehtimalımız var idi, çox beynimiz qarışardı. İndi hələ ki bir dəfə dəqiq bundan istifadə etdik. Əlimizdə nə qaldı? 750-dən 240 çıxanda 0, 1, burada 510 qaldı. İndi mən 510-u yaratmaq üçün nə edəcəm? Bunlardan maksimum şəkildə çox istifadə edəcəm ki, sürətli şəkildə onu yarada bilim. İndi baxın, mən 90 maksimum sürət deyə məntiqən birinci düşünürəm ki, 90-la gedim. 90-la mən, məsələn, 5 saat yetsəm mənə nə qədər verəcək? 450 km. Geriyə nə qədər qalacaq? 60 km. 60 km necə hərəkət edəcəm bəs o zaman? 70-lə hərəkət edə bilmərəm. Yəni tez bitəcək yolum. Bu deyil. Deməli, bəs daha sonra nə edərəm? 4-ə vurmuş olsaq, 3-ə vurmuş olsaq, baxacaq ki, artıq ödəmir. Keçib 70 yoxlayacaq. Baxın, 510 km yaratmağa çalışmalıyım. 70-i neçəyə vuraram? 8-ə vursam 560 edir, bu deyil. 70-i vuracam 7-yə. Yəni 7 saat əlavə olaraq nə edəcəm? 70 km saat sürətlə hərəkət etmiş olacam. Bu mənə verəcək neçəni? 490-a. 510-dan 490 çıxsam burada mənə nə qalar artıq? Burada 510-dan 490 çıxsam mənə 20 qalar, 20 yarada bilməyəcəm. Deməli bu da deyil. Yaxşı mən 70-i 6 saata vursam nə qədər alar? 420 alaram. 420 burada, 510 burada. Aradakı fərq nə qədərdir? Elə 90 kilometrdir. 510 çıxsın 420 bizə verəcək 90-ı. Deməli baxın, əlavə 6 saatda burada getdim. 1 plus 6, bir də əvvəl getmişdim. Bizə verəcək neçəni? 7-ni. 7 saat bundan. Sonda 90 km qalıb. Deməli bir dəfə də bundan getməliyəm.
1 plus 1 2. 2 də verəcək bunu. İndi 2-yi 5'e vurdum 10. 5'i 70'e vurdum, 14'e vurdum 70. 7'ni vurdum 70'e 490. 2'ni de vurdum 90'a 180. Biraz həqiqətən çətin bir sualdı. O kadar asan bir sual değildi. Deməli, həqiqətən bunları toplasaq biz 750'ni almış olacağıq. İndi baxırıq 2 plus 5 7. 7 burada 14. 2 de burada 16. Deməli, minimum 16 saat yolda olmuş olacağım. Daha çox olması üçünsə mən bunların sayını maksimal tutmağa çalışardım. Bunların sayını minimal tutardım. Yəni minimum 14 km/saat sürətlə 5 dəfə hərəkət etməliyəm. Yoxsa məsələn 4'ü 14'e vursaq 56 alınır. Biz sonu 6 ilə bitirək, tək ədəddir. Tək ədəd deyirəm daha doğrusu. Yuvarlaq bir ədəd deyil. Yəni 750'yi gəlməkdə çətinlik çəkəcəkdik. Digərlərindən son 450'də bilməyəcəyim üçün 750'ni ala bilməyəcəkdim. Deməli mən bunu 4 götürə bilməzdim. Ona görə 5 götürəcəkdim. Digərini 1 götürə bilməzdim. Ona görə nə götürəcəkdim? 2 götürəcəkdim. Minimal tuttum ki bunların qiymətini, digərlərini maksimal tuta bilim. Daha sonra keçir 20-ci suala. Daha rahatdır, biraz sürətli keçəcəm. Deməli baxın 6'ın bölsə 3'ə 2, 4'ü bölsə 2'yə 2, 9'u bölsə 3, 6'ın bölsə 2'yə 3, 5'i 5'e bölsə 1, 7'ni 7'ye bölsə 1, 8'i 2'ye bölsə 4. Deməli x y-dirsə, x y-ə bölmüş olsa 4 almalıdır. O da hardadır? A variantında 4 bölünsün 1 bizə verəcək 4. 21-ci suala baxırıq indi. Şəkil ardıcılığı və ya şəkil münasibətlərlə bağlı bir sual tipidir. Dedi ki, müxtəlif fiqurlar və ya daha doğrusu eyni fiqurlar müxtəlif rənglər gördüksə rənglərin toplanmasına baxacağıq. Ox işarəsi mənə göstərir ki, baxın soldakı bu fiqurla yuxarıdakı bu fiqurdan buradakı şəkil alınıb. Necə alına bilər? Baxın bu hissəsi qaradır. Qara plus ağ bizə nəyi verəcək burada? Həmin hissədə ağ verəcək. Yazıram bir kənarda. Qara plus ağ bərabərdir ağa. Bu getdi. Başqa bir yerdə sübut eləyə bilərik. Qara plus ağın ağa verdiyini. Baxın bura qaradır, bura ağdır. Həmin hissə burada nədir? Ağdır. Deməli doğru tapmışam. Məsələn, qara plus qara bizə nəyi verəcək? İkisinin də aşağı hissəsi verib, bunun aşağısını qaranı verib. Qara plus qara bərabərdir qaraya. Məsələn, baxaq görək ağ plus qara nəyə bərabərdir? Deməli, bura ağdır, bura qaradır. Ağ plus qara nəyə verib? Ağı verib. Eyni şeydir onsuz da qara plus ağ plus qara bu test üçün. Çünki bilmirik konkret hardan başlayırıq. Eyni cavabı alınacaq. Bir dənə qaldı ağ plus ağ. Bura ağdır, bura da ağdır. Nəyə verib? Qaranı verib. Deməli, rənglər eyni olanda qara alıram. Rənglər müxtəlif olanda ağ rəngi alıram. İndi gəlib birbaşa baxın, baxacağıq ki bu ikisindən, bundan və bundan sual işarəsi alınır. Ox göstərib bunu. Müvafiq yerləri hesablayacağıq indi. Baxın, bunu da hətta sizə çəkə bilərik bu qaydada. İndi məsələn, bura ağdır, bura da ağdır. Ağ plus ağ bizə qaranı verməlidir. Bu hissəsi qara olmalıdır. Deməli, B-ni, A-nı sildim. Y-ni sildim. Həmin hissə baxın, üçündə də nə də ağdır. Sonra, məsələn, sağ aşağı qaradır, sağ aşağı ağdır. Qara plus ağ bizə verir də ağı. Deməli, bu hissəm ağ olaraq qalmalıdır sağ aşağıda. Sağ aşağıda baxıram, bura ağdır, bura ağdır, doğrudur. Məsələn, bura ağdır, bura qaradır. Gəlin sol aşağı baxaq. Deməli, sol aşağıda bura ağdır, bura da ağdır. Ağ plus ağ bizə nəyi verirdi? Qaranı verirdi. Deməli, D yanlışdır. C variantı doğru olmuş olacaq. 22-ci sual şəkil cədvəllərlə bağlı bir sual tipidir. Sətir-sətir baxsaq daha rahatdır. Aşağıdadır, sağdadır, soldadır. Sağda, sətir-sətir baxanda, solda, aşağıda. Aşağıda verilib, sağda verilib, solda verilməyib. Xətt solda olmalıdır. 2 variant sildim. Birini aşağıda, birini sağda verilib. Bunları sildim. İndi qara isə yuxarıdadır. Sağ aşağıdadır, sol aşağıdadır. 90 dərəcə hərəkət edib sanki. Baxın, qaradan bir ox çəksəm, oxum baxır yuxarı. Qaradan ox çəksəm, oxum baxır sağ aşağı. Yuxarı baxan oxum sağ aşağı baxıbsa, 90 dərəcədən bir ad çox, 135 dərəcə yaxın bir bucaqda hərəkət edib. Yenə burada. Baxın, konkret dərəcə demin. Yuxarı, sağ, sol. Bu qaydada baxaq. Sol, yuxarı, sağ. İndi baxın, yuxarı var, sol var, sağ yoxdur. Qara isə sağ tərəfdə olmalıdır. D-də yuxarıdadır, B-də soldadır. Baxın, C variantı sağdadır. Deməli, doğru cavabımız olur C variantı. 23-cü suala baxırıq. Yazılıb ki, 20 metr saniyə sürətlə qaçan ceyran 2 saatda neçə kilometr qaçar? Baxın, saatda 20 gedir, elə deyil. Neçə kilometr qaçar deyir, 2 saatda deyir. Deməli, mən nə etməliyəm? Metr bölünsün saniyəni, kilometr bölünsün saata çevirməliyəm. Bunun üçün nə edəcəm? Baxın, birbaşa vuracam 3600-ə, böləcəm 1000-ə. Nəyə görə? Ona görə ki, 1000-ə daha doğrusu, ona görə ki, bizim 1 metrimiz 1000 metrdir. Bizim 1 saatimiz 3600
saniyədir. İndi davamında mənə nə deyir? Baxın, 1 saata mən nə qədər hərəkət edirəm? Bu qədər. 1 saniyəyə 20 metr hərəkət eləyən 1 saata nə qədər hərəkət eləyər deyə tapsam, mən nə edirəm birbaşa? 20-ni vuracam saniyə göstərən hissəyə, 3600-ə böləcəm kilometr göstərən hissəyə, metr göstərən hissəyə, yəni 1000-ə. İxtisarlarımıza aparacaq. 2 0 buradan, 2 0 buradan, bu sıfırdan da bu sıfır ixtisar gedəcək. 2-ni vuracam 36-ya, 72. Deməli, 1 saata 72 km saat və ya 72 km hərəkət edir Zeyran. Bu halda 2 saat yolda olması üçün 2-ni vuracam 72-yə alacam neçə? 144-dür. Deməli, 2 saata Zeyran 144 km qaçar, cavabımız olar B variantı. Gəldik 24-cü suala. 24-cü sual yenə bir şəkil ardıcıllığıdır. Diqqətlə baxsaq, baxın, buradakı fiqurumuz hərəkət edib. Sanki buradan düşüb bura. Daha sonra keçib bura, daha sonra keçib bura. İndi necə hərəkət edəcək? Və ya belə deyək, bu üçbucağa baxaq, baxın. Sol yuxarıdadır, daha sonra sağ aşağıdadır, sağ yuxarıdadır, sol yuxarıdadır. Biraz sistemsiz verilib, belə deyil. Sistemsiz verilibsə, biz məcburuq nə edək bunu? Ya istəsə intervalla baxa bilərik, bu qaydada baxa bilərik. Yəni birbaşa buradan bura keçidə baxa bilərəm. Və ya dairələrin hərəkəti ilə baxa bilərəm. Və ya diqqətli olsaq, burada tamamilə fərqli bir nüans formasında da baxa bilərik buna. Baxın, məsələn, bizdə kvadrat fiquru var burada. Onu 40-40 xəttlər kimi düşünsək. Baxın, bir dənə bütöv xəttim burada var, bir dənə bütöv xəttim burada. Sanki kvadratın içində 2 dənə xətt var. Onlar hərəkət edir. Məsələn, mənim buradakı fiqurum necə hərəkət edəcək? Keçəcək bura. Buradakı fiqurum sanki keçəcək bura. Daha sonra, baxın, buradan fiqurum keçdi bura. Hansı istiqamətdə? Saatın əksinə doğru. Baxın, buradaydı. Bir addım sola düşdü, gəldi bura. Bir addımda keçəcək saat əqrəbi əksi istiqamətində bura. Baxın, gəldi bura. Saat əqrəbinin əksi istiqaməti 90 dərəcə hərəkət etsə bura gəlməlidir. Baxın, gəldi. Bir dənə 90 dərəcə hərəkət etsə bu xəttim hara gələcək? Bura gələcək. Xətt oldu təpə nöqtəsində. Bəxtimizdən hamısının təpə nöqtəsindədir. İndi keçirik nəyə? Digər xəttimizə baxmağa. Baxın, xəttim buradadır. İndi necə hərəkət edəcək? Baxın, buradan keçib bura. Sanki mən necə fırlatmışam bunu? Baxın, bunu sanki buradan götürüb bura gətirmişəm. Belə ola bilər. İndi dəqiq baxaq görək, bu ödəyəcəkmi? Bəli, ödəyəcək. Baxın, bura gələcək. İndi nə olur? Baxın, bu üçüncü sanki bir də hərəkət etdi, bura gəldi. İndi sıra bundadır. Bu qalxacaq, yuxarı gələcək bura. Daha sonra bura indi sabit qalacaq. Bu düşəcək aşağı. Bu düşüb gəlib tutacaq buranı. İndi baxın, buradan bura düşdü deyə bu sabit qalacaq indi aşağıdakı, yuxarıdakı hərəkət edəcək. Yuxarıdakı hərəkət edib hansı tərəf keçməlidir? Digər bir küncə keçməlidir. Baxın, məsələn, bu küncə gəlib keçməli olacaq, elə deyil, və ya orta hissəyə. Amma orta hissəyə keçmir. Ona görə ki, bizdə baxın, bu küncdə əvvəlcə burada sabit qaldı. Sonra bu küncə keçdi, indi bu küncə sabit qaldı, indi bu küncə keçməlidir. Tam sağ tərəf burada olmalıdır. Deməli, B yanlışdır. D yanlışdır, bunları sildim. İndi gəlin rənglərə baxaq. Baxın, ağ buradadır. İndi bir addım bu nə edəcək? Burada sabit qalacaq. Sadəcə digər fiqurun qarası gəlib bunun üstə düşüb deyə, baxın, bura düşüb deyə. Buradakı düz xəttin qarası. Hərəkət edib gəlib bura düşüb deyə ağ plus qara qaranı verib. Hər ki, yəni ağlardan biri buradadır. Daha sonra bu gəlib hara keçir? Baxın, bura keçir. Həmin ağ, bu qaranın altda olan ağ keçdi bura. Yerində sabit qaldı. İndi bu ağ hara keçəcək? Bu ağ keçəcək bura. Amma bura ağ rəngdə olacaq, yoxsa qara rəngdə olacaq? Qara rəngdə olacaq, çünki qaranın altında qalacaq. İndi qaranın altında qalacağı üçün burada qaradır. Seni sildim, qaldı A və Y variantları. İndi gəlin o fiqurun digər tərəfində olan dairəyə baxaq. Deməli, burada qara bir dairə var. Bu qara dairə düşəcək bura, rəngi qaradır. Daha sonra keçəcək bura, rəngi qaradır. İndi burada nə olmalıydı? Sabit rəngdə sabit formada qalmalıydı. Bu sağ tərəf keçməliydi. Yəni onsuz da qara rəng olmalıdır burada. Burada Y-də ağ rəng verilib deyə yanlışdır. A variantı doğrudur. Baxın, burada qara rəng verilib. Nisbətən çətin bir sual idi. Ona görə diqqətlə baxmalısınız buna. Bir daha xatırladım və daha doğrusu bir daha üstünə keçək nə etdiyimizi. Baxın, məndə bir bu xətt var, bir də bu xətt var. Qırmızı xətt saatın əksinə doğru bir addım hərəkət edir. Baxın, bu qaydada. İndi növbət şəkildə yuxarı gəlməlidir. Göy xəttim isə baxın necə hərəkət edəcək. Bir dəfə sağ tərəf gəlir aşağıya doğru. Sonra sağ tərəf sabit qalır. Sol tərəf qalxır yuxarıya doğru. Olur bu vəziyyətdə. Sonra indi baxın, yuxarı sol tərəf sabit qalır. Aşağı tərəf düşür aşağı. Yəni saat əqrəbi istiqamətdə xətt daxildə fırlanır sanki. Olur bu vəziyyətdə. İndi bura sabit qalacaq. Bu tərəf keçəcək hara? Bura doğru.
belə bir vəziyyət alacaq. Yəni baxın, belə bir vəziyyətdə olacaq. Həqiqətən baxıram ki, A variantda bu vəziyyətdədir. Sadəcə qara fiqurları da izlədikdə, qara dairələri izlədikdə gəlib A variantını almış oluruq. Növbəti 25-ci sual, sonuncu sualımızdır. Bununla yekunlaşdırırıq. Riyazi əməllərlə bağlıdır. Dedik, birinci mötərizəsini işləyəcəyik. Sol tərəf 5, sağ tərəf 6-dır. A bərabərdir 5-ə, B bərabərdir 6-ya. Yerinə yazıram. A 5-dir, B isə 6-dır. Nə alınır buradan? 5 dəfə 6, 30 üstü 6 yazsam 36. 36-dan kök çıxacaq 6. Deməli, bunun qiyməti 6-dır. İndi bu operator əsasını hesablayacağım. Sol 6-dır, A bərabərdir 6-ya. Sağı 4-dür, B bərabərdir 4-ə. Yerinə yazıram. A 6-dır, B 4-dür. A 6-dır. Nə alınır? 6 dəfə 4, 24. Çıxılsın 3 dəfə 6, 18. Plus 2. 24, 2, 26, 26-dan da 18 çıxanda 8 qalmış olur. Deməli, cavabımız da olur. Bu sualda Y variantı. Bununla da model 2-nin izahının yekununa gəlmiş olduq. Yenə hər 2, 4, 6-cı gün demişdik. 6-cı gündə yenə oxşar bir model sual izahı gəlmiş olacaq. Çətin suallarımız da var idi. Həqiqətən vaxt aparanlar da var idi. Amma nisbətən asanlar da var idi. Və hər biri dimin model sualı olduğu üçün tam qəbul tipli və biraz da daha çətin olduğu üçün bunların izahı sizin üçün vacibdir. Bu tipli videoların da daha çoxun gəlməsini istəyirsinizsə, təbii ki, videonu bəyənməyi də unutmuruq. Telegram kanalında olan PDF-i də öncə işləyirsiniz, daha sonra izahına baxırsınız. Bunu da heç bir halda yaddan çıxartmayın. Növbəti izah videolarında görüşənə qədər hələlik.